36-cı NATO Liderlər Zirvəsi başa çatdı. Samitin yekun bəyannaməsi də qəbul olundu. Beləliklə, NATO ölkələri 50 milyard dollardan çox dəyərində yeni müdafiə müqavilələri imzaladı. Bu zirvə çərçivəsində Alyans kollektiv müdafiə prinsiplərinə sadiq olduğunu bir daha vurğuladı və bir üzv ölkəyə hücum edilərsə, bu digər üzv ölkələrə də hücum sayılacaq xatırladıldı. Sənəddə həmçinin müdafiə istehsalının artırılması, üzv ölkələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi, müdafiə sənayesində, ticarətdə maneələrin aradan qaldırılması da nəzərdə tutuldu. Həmçinin NATO Ukraynaya dəstəyini bir daha ifadə etmiş oldu. Beləliklə, Ukraynaya NATO tərəfindən 70 milyard dollar həcmində vəsait ayrılacaq, dəstək ayrılacaq. Bəyannamədə həmçinin vurğulandı ki, İranın nüvə silahına sahib olmaması vacibdir və Tehran Hörmüz boğazında gəmiçilik azadlığına hörmətlə yanaşmalıdır. Belə bir çağırış edildi. NATO ölkələri güclü ittifaq çağırışları etsə də problemləri də səsləndirdilər. Bəlli oldu ki, bir neçə ölkə var ki, NATO çərçivəsində müdafiə sənayesinə ayrılan vəsaiti tam ödəyə bilmir. Məsələn, Sloveniyanın baş naziri Yanis Janša bildirdi ki, əvvəlki hökumətdən qalan problemlər səbəbilə büdcə çətinlikləri var və buna görə də ölkə bu il müdafiə xərclərini ümumi daxili məhsulun 2%-nə çatdıra bilməyib. O qeyd elədi ki, öhdəliklərin yerinə yetirilməsi üçün əlavə vaxta ehtiyac var. Çexiyanın baş naziri Andrey Babiş də eyni məsələni gündəmə gətirdi. Bildirdi ki, ölkəsində büdcə çatışmazlığı var və bu səbəbdən NATO-nun müdafiə xərcləri hədəfinə çatdırıla bilməyib. Elə Albaniya üçün də vəziyyət eynidir deyə bilərik. Manşetə çıxarılan İranla bağlı hücumlar vardı, bu xəbərlər vardı, hansı ki ABŞ-nin İrana qarşı yenidən hərbi əməliyyatlara başlaması. İran İnqilab Keşikçiləri bunu elan etmişdi. Bildirildi ki, ABŞ-nin Bəhreyn, Küveytdə yerləşən 85 ABŞ hərbi obyektinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini açıqlamışdı. Səhər saatlarında isə Donald Trump'ın açıqlamalarını və NATO'nun reaksiyalarını buradakı bütün jurnalistlər maraqla gözlürdü. Samitə gələrkən doorstep, yəni qapı önü açıqlama zamanı NATO'nun baş katibi Mark Rutte İran məsələsinin müzakirə ediləcəyini demişdi. Türkiyə prezidenti zirvənin açılışında İran böhranının həll yoluna qədəm qoymasında təxribat cəhdlərinə baxmayaraq, dostum cənab Trump'ın nümayiş etdirdiyi qətiyyətli mövqeyi yüksək qiymətləndirirəm demişdi. Bir növ provokasiyalardan qaçınmağa çağırırdı sanki Donald Trump'ı. Ən həyəcanlı hissə isə ABŞ prezidenti Donald Trump'la Türkiyə prezidenti Recep Tayyip Erdoğan'ın mətbuat katibi idi. Bağlanış mərasimini yerinə yetirdi NATO'nun baş katibi Mark Rutte. Bir neçə sualları da cavablandırdı, ancaq media çox böyük həyəcanla Donald Trump'ı gözləyirdi. Onun komandası gəldi və dekor qurmağa başladı. Sonra isə jurnalistlərin zaldan çıxmasını tələb etdi. Orada da say çox idi. Hər kəs etiraz etsə də, necə deyərlər, orta yol tapıldı və bir söz verildi ki, biz qayıdan zaman zalda yenə eyni ilə öz yerimizdə otura biləcəyik. Donald Trump'ın mətbuat konfransı hardasa bir saatdan çox gecikdi və bu ərəfədə də onun səhnəsi quruldu, bannerlar asıldı, onun çıxış eləyəcəyi tribuna gətirildi ora və nəhayət ki, o gəldi, səhnəyə çıxdı və komandası onu alqışladı. İlk öncə onu qeyd eləyə bilərəm, bir möhtəşəm də bir anons vardı və o suallara cavab verdi. Əslində verdiyi cavablar gündəlik xəbərlərdə eşitdiyimiz tərzdə idi. Hər zaman olduğu kimi İrana sözlərini sərf etdi, hansı ki, o hər zaman biraz təhdidvari dillə danışır. Hətta bir yerdə bildirdi ki, İranın hədəfindədir Donald Trump. Ancaq buna baxmayaraq o bildirdi ki, İran ordusunu məhv edib və İranın itkiləri barədə məlumat verdi.
ümumiyyətlə NATO zirvəsi barədə isə çox yüksək bir fikirdə olduğunu bildirdi. Yenidən Türkiyəni təbrik etdi bu cür zirvə həyata keçirdiyinə görə. Daha sonra isə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mətbuat konfransı keçirildi. Orada da biraz zarafatvari çıxışları oldu Rəcəb Tayyip Ərdoğanın. Ona zirvə barədə və zirvəyə gələn liderlərin çıxışları barədə suallar verildi. Həmçinin Yunanistanın baş naziri Miçotakisin biraz eyhamlı fikirləri ona sual olaraq geri döndü. Ancaq cavabında bildirdi ki, Miçotakis heç də narahat olmamalıdır Türkiyə F-35'ləri almaq istədiyinə görə. Çünki qonşu dövlət o öz istədiyi gibi müdafiə sənayesinə istədiyi silahları, istədiyi tədarükü görə bilirsə, Türkiyənin də belə bir haqqı var dedi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan. Cənubi Qafqazın müzakirəsi ilə bağlı prezident Ərdoğana sual ünvanladım və o bildirdi ki, Trumpla görüşdə Cənubi Qafqaz mövzusu gündəmə gəlmədi. Ancaq Cənubi Qafqazla bağlı istənilən bir mövzuda hər an Trumpla telefonla danışa bilər və belə bir zərurət yarandıqda hər an Cənubi Qafqazda sülh məsələsi gündəmə gələ bilər. Belə NATO-nu qısa xülasəsini çatdırmağa çalışdım. 2 gün ərzində, hətta deyərdim 3 gün ərzində həyəcanlı bir marafon idi və yekunlaşdı NATO. Bildirdilər ki, NATO ölkələri artıq bu zirvədən sonra daha da möhkəmlənəcək alyans və onlar müdafiə sənayesinə daha güclü yatırım edəcəklər. Beləliklə, çəkindiricilik ruhlarını geri qaytaracaqlar və birlikdə çalışmağa can atacaqlar.